2 ildən çoxdur istifadə etmədiyimiz velosipedimizi bu gün qardaşımla təmir etmək qərarına gəldim. Həqiqətən uzun illərdir istifadə etmirik deyə bu cür tozun torpağın içində ambardadır. Gördüyünüz kimi velosipedimiz həqiqətən bərbad bir gündədir. İllərin tozu, yağı hamısı üstündədir. Üstündəki torlardan da bilinir ki, hörümçəklər üçün 5 ulduzlu otel imiş. Burada da açar qutusunu velosipedin təmiri üçün, maçalkanı da yumağımız üçün götürürəm. Üst tuturam velosipedimizin yanına. Burada da qardaşım təkərləri doldurur. Bu arada qardaşım hərbi xidmətdən yeni gəlib. İnşallah bütün əsgərlərimiz sağ-salamat evlərinə qayıtsın. Burada da hovuzdan suyu doldurub velosipedimizi yumağa hazırlaşırıq. Gördüyünüz kimi qardaşım hələ də təkərlə əlləşir və sonda məlum olur ki, velosipedimizin qabaq təkərinin kamera boğazlığından cırılıb. Burada da gördüyünüz kimi topallığımdan geri qalmıram və şampunu su hazırlayıram ki, velosipedimizi yuyub təmizləyək. Burada isə şampunlu suyu hazırlayıb 2 ildən çoxdur su dəyməyən velosipedimizi başlayıram yaxşı-yaxşı kisələməyə. Əməlli başlı velosipedin qəşəng rəngi var imiş. Sadəcə tozdan görünmürmüş. Velosipedi yuyub təmizləyəndən sonra qardaşımla üst tuturuq. 3 ildir maşın alandan sonra sürmədiyim yetimçəmin yanına. Çünki mən maşın alandan velosiped istifadə etmirəm və bu gün bu velosipedi zapsas kimi istifadə edəcəyik. Simişka xəstəxanasına üst tutub əməliyyata başlayırıq. Burada gördüyünüz kimi mərhumun sideniya və kamerini artıq bu velosipedə quraşdırırıq və təmiri yavaş-yavaş yekunlaşdırırıq. Velosipedimizin son halı bu vəziyyətdədir. Gördüyünüz kimi bacardığımız qədər təmizlədik və təmir etməyə çalışdıq. Burada da qardaşım velosipedi test sürüşünə çıxır. Biraz sürdükdən sonra heç bir problem olmadığını deyir. Artıq dükan və yaxın məsafələrə bu velosipeddən rahatlıqla istifadə edə bilərik. Növbəti vloglarda görüşmək ümidi ilə özünüzdən müğayət olun.